Gönc Rüstəmova bizimlə bərabərdir. Qoy mən uzman klinik psixologumuzu çağırım. Biraz uzmanlığından yararlanaq və biraz sakitliyi qoruyaq. Bir balamız vardı. Bu videoya çox diqqətlə baxaq. Çünki hədsiz dərəcədə gözlə, qulaqla eşidiləcək dərəcədə, gözlə görüləcək dərəcədə bir kəkələmə problemi var qızımızın. Baxın, nəticəni də görün və ondan sonra 1-2 fevral tarixində Gəncə və Gəncəbasarda bu cür problemli uşaqlar varsa, dərhal 055-434-2700 nömrəsinə zəng edib qəbula yazılın. Birinci videomuzu izləyək. Nəzrin Həsənova. Mən 4-cü sinifdə oxuyuram. Demək istəyirəm ki, mən də kəkələmlə azad olum. O birisi qardaşım tutaldı. Mən də istəyirəm təmiz danışam. O birisi Elsin kimi istəyirəm mən də danışam. Deyillərində elə Elçin kimi danışır. Çünki Narınc xanım onunla xüsusi seanslar keçir. Qızıma baxın. Oo, Nəzrin, bu nə gözəllik belə. Mənim bir Nəzrinim vardı, bilirsiniz də. Ona da oxşuyur. Nəzrin, gəl. Özgüvən necə qalxıbsa. Xoş gəldin, necəsən? Oh, qara kişmiş qızım, xoş gəlmişsiniz. Yenə deyirəm, mənim öz Nəzrinim vardı, ona bənziyir, eynən. Çox təşəkkür edirəm hədiyyələriniz üçün. Minnətdaram sizə. Kəkələməsi var idi, əli dolu gəlib. O zaman biraz Nəzrinlə danışaq, Nəzrin getsin, bu şirniyyatları paylasın. Nəzrin, necəsən? Yaxşıyam. Bax, orada deyirdin ki, mən istəyirəm Elçin kimi danışmaq. İndi düzündə Elçin kimi danışsan, yoxsa Elçindən daha yaxşı danışırsan? Yaxşı. Elçindən daha yaxşı. Bəli. Ha, belədir. Sonra mən eşitmişdim ki, sən qaranlıq otaqdan qorxursan. Bəli. Qorxurdunmu? Bəli. Niyə qızım? İndi necə bəs? Qaranlıq İndi qorxmur. xeyr. İndi qorxmur və kəkələmə də düzəlib, kör-kör gör-gör, burada hər şey qaydasında. Yaxşı, indi sən mənə bir dənə də sözü de. Bax, orada qarı otaq var. Mən desəm, ged ora gir-gəl. Gedib girib gələ bilərsən? Bəli. Qorxmarsan ki? Get gir-gəl baxım. O, Layla xan test eləyir canım. Bəli. Orada bir... Hər tərəfli yoxlayırsın. Amma orada adam var, qabaqçadan deyirəm, Tahir əmi oradadır. Sadəcə gir, mən görüm ki, sən girə bildin və sonra gəl qızım. Qoy baxım görüm. Əlməlli başdı, bəli, rahatca açdı. Eşq olsun, qızım, qayıt gəl. Bravo sənə. İndi yarım saatlardan durur qaranlıq. Ha, qaranlıqda bravo sənə, qorxmadın deyilmi? Xeyr. Rahat getdin, gəldin. Bəli. Kəkələməndə özün fərq müşahidə edirsənmi? Bəli, çox. Çox, Bəli. bravo. Şirniyyatlar kimin üçündür? Buradakı Studiyadakı balam yeni dilinin, hə. Bəli. tamaşaçılar Nənələrə, üçün. babalara mı Bu deyim? şirinlikdir. Bəli. O zaman götür, sənin gün o gün olsun, xeyir işinin şirniyyatını paylasın. Ged özün bir hamıya. Yaxşı, buradan başla. Elə ki, heç kim şirniyyatsız qalmasın. Yaxşı qızım. Ha, indi əsas, təbii ki, evdə siz görürsünüz, dəyişimi siz hiss edirsiniz. Nələr dəyişibdir, bizə bunlardan danışın. Sonra biz Narınc xanımdan gəlməyək. Gəlin. Təhsil dairəsinin rəhbərliyindən böyük təşəkkür edirəm hamınıza, Narınc xanıma, sizə. Mən 2 ay öncə bundan əvvəl uşağımın kəkələməsindən gəlmişdim. Çox şükür. Kəkələmə də nə kəkələmə? Bəli, Uşaq bir ağır sözü kəkələmə deyənə idi. qədər nə qədər əziyyət Çox çəkir. şükür bugünkü günə həyəcanlıyam, amma ki çox sevinirəm ki, bugünkü günü mənim uşağım tam azaddır Amma mən kəkələmədən. sizi başa Sizlərə düşürəm. təşəkkür edirəm. Mən sizə bir söz deyim. Mən o videonu izləyəndə bayaq, o sözü deyib qutarana qədər mənim ürəyim çəkir. Bəli. Belə gərginlik yaşayır. Düşünün, ana bunu Onun yerindən oğlunda narahat da olurdu. yaşayıb. İndi də qızı Qızında. övladında yaşayır. Çox çətindir, yəni. Amma Siz hələ oğlunda bir neçə faydasını dəqiqəlik gördü deyə, bəli, görürsünüz, balamızı özü də böyük dərhal olmuyor ki, yekəlib artıq, yeki o kişidir. Maşallah. Ona çox sağ olun. Və təkcə bu deyil, kəkələmə deyil. Deyirsiniz, işığı söndürə bilir,
qala bəli, bilir, qaranlıq otaqlara, hansı ki bunlar əvvəl onun üçün böyük fobiyalarıdır. Bəli, çox sevinçliyəm, çox belə indi rahatam, həm həyecanlımı deyim, necə deyim, böyük sizlərə mən təşəkkür edirəm ki, sizin kimi belə insanlar var, sizin kimi yaxşı insanlar var ki, bizim kimi insanlara kömək edirsiniz. Estağfurullah, Minnətdaram sizlərə. bizə çox xoşdur. Həmişə üzünüz O vasitəçiliyi etmək. Ağa əmini unutma, kamera biz o çəkirik, sonra sən Allah. Çəkməz eləməz qalaram belə. Ay sağ ol. İndi gəl üzü bu Xanım, oradan belə diqqət edirsiniz. Əlbəttə, heç kimlə. Bax, bunu unutma. Sənan əmini heç unutma. Ay Allah, gəl. Çox sağ ol. Yenə deyirəm, sənin toy şirinliyin paylansın. Kemal doktordan sonra Nəzrin quz, ay sağ ol. Amma ki, yenə də təşəkkür edirəm. Ay sağ ol. Onu yaddan çıxartma. O biri iki əmilərə də nəysə artıq və izləyicilərin heç biri yaddan çıxmasın. Nanç xanım, yenə etdiyinizi etdiniz. Amma gözəlliyə baxın, bu yaşıllığa baxın. Biz bu yaşıl mənzərəni necə sevirik. Bu mənzərə mənim ən sevimli mənzərəmdir. Bunu görəndə, doğrudan da çalışmağımın, o əziyyətimizin bəhrəsini görəndə dünya mənim olur. Və bizim anamızın həqiqətən sınağı çox çətin idi. İllər öncə mən böyük oğlu üçün, böyük balası üçün bizə müraciət eləmişdi. Mən həmişə deyirəm, bax, onu etməliyik ki, bizim yanımızda bizə etimad edən insan yenidən bizi düşünə bilsin, həyatına bir toxunuş edə bilər. Yenə çətinliyi olanda belə artıq siz ailə kimi oluruq da onunla. Qız övladını da götürüb gəldi. Görürsünüz, Nəzrimizin dili cüələ-cüələ, onun özgüvəni də düzəlib. Geyimi, keçimi, bəzəyi, üzündəki işığı. Çünki insanın dili, bəli, hamısına. İnsan dili bir sosial varlıqdır. Bizi dili ifadə edir, bizim duyğularımızı, hisslərimizi. Onu da ifadə eləyə bilməyəndə təbii ki, insan içinə qapanır, həyəcan olur, qorxuları çox olur. Qaranlıqda, ana deyir, işığı belə söndürə bilməyən adam, indi bugün qaranlıq otağa sərbəst gedir. Bunlar, çünki qorxu həmişə kəkələməni yaradır. Valideynlər buna çox diqqət eləməlidirlər və ən yaxşı vaxtı, məsələn, ana elçini gətirəndə gec idi bizə, böyük idi. Amma artıq təcrübələndi. Qızında görən müddətdə artıq gözləmədi ki, 10 yaşı olsun, 15-20 yaşı olsun, gətirsin. Nə qədər kəkələmə çox uzun müddət gedəcəksə, o qədər də onu söküb yığmaq daha da çətinləşir. Ona görə valideyn gördü ki, 1-3 ay ərzində kəkələmə getmir uşaqda. 1 ay gözləyə bilər. Ən fazla 3 ay. Ən çoxu. 3 aydan sonra artıq müdaxilə eləməlidir. O ilanın başını kiçikən əzməlidir. O zaman çox da tez düzəlir, daha gözə effektiv olur. Maşallah, neyrofeedback aparatımızın da möcüzə bir nəticəsini görürsünüz. Görünən kəndə nə bələdçi. Mən buradan bir də deyirəm, bu kimi hallar varsa, yenə deyir 3 ay, bax, Narınçan bunda maksimum deyir. Keçmədisə, dərhal müraciət edirsiniz. Yeri gəlmişkən Gəncəyə gəlir, 1-2 fevral tarixində Narınç Rüstəm olan. 3 yerim qalıb, qızlar bayaq zəng eləyib ki, Narınçam. O 3 yerdən biri sizin olsun. O zaman tez zəng edin və çünki belə olsa, sabaha biz yığışdırmaq məcburiyyətində qalacaq. Təşəkkür edirəm sizə. Gözünüz aydın olsun deyirəm. Gözünüz aydın. Hədiyyə üçün də təşəkkür edirəm. Elə Narınç xanım, pasiyentin gözündəki bu sevinç nəyə desəz dəyər. Çox sağ olun, çox təşəkkür edirəm mən sizə.